Aşura ziyaretnaməsində Əhl-i Beyt tərəfindən bizə belə bir dua öyrədilib. Əleyhimussalam. Allahümme ceal mehyaya mehya Muhammedin ve ali Muhammed ve memati memate Muhammedin ve ali Muhammed. Yəni Pərverdigara, səndən istəyirəm bu Aşura ziyaretnaməsində mənim həyatımı, yaşayışımı Peyğəmbər və onun Əhl-i Beyti kimi qur. Əleyhimussalam. Necə yaşamalıyam? Onlar necə yaşayıb belə? 2. Bəs öləndə də və məmati, mənim ölümümü də onsuz da öləcəyəm. Geç-tez ölüm sorağıma gələcək. Məni öləndə də elə öldür. Peyğəmbər və onun Əhl-i Beyti öldüyü kimi ölüm. Çox böyük duadır, qardaşlar. Onlar kimi yaşayıb, onlar kimi ölmək hər adamın işi deyil. Hər adama da nəsib olmaz. İmam Hüseynin oğlanları vardı, möminlər vardı, kişilər vardı, Kərbalaya yaxın getdilər. Onunla böyle Aşura ziyaretnamesi ki İmam Hüseyin ziyaretidir. Orada Kərbala şəhidlərin karavanına qoşula bilmədilər. Amma Yezidin qoşununda bir hür var idi. Yaşayışı Peyğəmbər Əhl-i Beytin yaşayışı kimi olmamışdı. Hardaydı? Yezidin qoşununda hərbiçi idi. Pagon idi. Zalıma qulluq eləyirdi. Amma həyatının axırı, məmati, ölümü necə oldu? İmam Hüseyin İslam onun başını dizi üstə qoydu. Onu təriflədi. Bugün ona ziyaretnamədə İmam Zaman əleyhissalam salam verir. Allah ruhunu şad eləsin hürrün. Deməli, bu duaya əsasən biz həyatımızı da faydalı eləməliyik, ölümümüzü də faydalı etməliyik. Bu çox mühüm məsələdir. Bu yaxınlarda bizim seyyidimiz, imamımız, rəhbərimiz Ayətullah Şəhid Xameneinin dəfn mərasimi oldu. Və mən bu duanı onun haqqında müstəcab olduğunu gördüm. Allah Teala onu Peyğəmbər Əhl-i Beyti kimi yaşatdı. Bir ömür yaşayışın həyatını təmiz, kişi kimi, mərd, elm, savad və xalqa xidmət, məzlumlara xidmət, ölümünü də həyatına necə qərar verdi? Sadə ölüm deyildi. Şəhadət, bax bu cür gördünüz, əzəmətlə xalq, möminlər göz yaşı tökə-tökə dünyanın 100-dən çox ölkəsindən cəmaatın çiynində cənazə namazında onu dua eləyib axirət mənzilinə yola saldılar. Əgər desək bu dua ki, ilahi, həyatımızı onlar kimi, ölümümüzü də onlar kimi, bunun ən böyük nümunəsi Ayətullah Xameneyi idi. Allah ruhunu şad eləsin. Hətta alimlərdən biri mənəvi cəhətdən belə bir nöqtəyə toxunur, deyir ki, bizim dinimizdə 2 ay müqəddəs aydı. Biri Ramazan ayıydı, bir də Məhərrəm ayıydı. Ramazan ayı Allahın ayıdır, Məhərrəm ayı haram ayıdır. Qan tökmək olmaz orada. Məzlumların qanı tökülür o ayda. Ramazan ayında Ayətullah Xameneyi şəhid oldu. Cəddi İmam Əmir əl-Müminin əleyhissalam kimi şəhadət şərbətini içdi. Amma müəyyən məsələlərdən Ramazan ayında dəfn olunmadı. Gözlədilər, müharibə və başqa səbəblər Məhərrəm ayında. Ramazan ayı Allahın ayında. Allahın ayında şəhadət şərbətini içdi. Amma Məhərrəm ayı ki, zülmə, zalıma mübarizə ayıdır. Cəmaat ağlaya-ağlaya, Hüseyin əleyhissalama ağlaya-ağlaya onu axirət mənzilinə yola saldılar. Xoş halına. İndi bu möhtəşəm dəfn mərasimindən Allah Teala mənə tövfiq verdi. İştirak elədim hacı ilə bir yerdə. Yaxından gördüyüm, gəldiyim qənaati və öyrəndiyim, bildiklərimi sizinlə bölüşürəm. Birinci budur, bu möhtəşəm və əzəmətli dəfn mərasimi nəyin göstəricisidir? 1. Vəhdət, birlik. 20 milyondan çox insan dayanmadan bir neçə şəhərlərdə, Tehran, Məşəd, Qum, əlavə olaraq da İraqın özündə, Nəcəf, Kərbalada milyonlarla hamısını toplasaq, 30 milyondan artıq insan bu birliyin nümayişidir. 40 milyon deyən də var. İndi mənə ən aşağısını dedim. Bu birlik vəhdətin nümayişidir, qardaş. Vəhdət birlik necə olur ki? Deməli, bu elə bir insandır ki, öz ətrafına müxtəlif əqidəli insanları toplaya bildi. İranın öz içində o qədər ixtilaflar salmışdılar, eşitmişsiniz. Yəni açıq danışaq. İranın öz içində elə ixtilaf salmışdılar, o boyda böyük kişinin şəxsiyyətini Ayətullah Xameneinin şəklini cırıb yandırırlar. Özdə çıxışı var ki, kim mənim şəklimi yandırsa da ondan iş yüz olmasın. Amma indi İranda ən çox vurulan onun şəkilləridir. Necə vəhdətə və birliyə səbəb oldu. Dünyanın müxtəlif yerlərindən Sünni, Şiə hamı gəlmişdi. And olsun Allaha. Peyğəmbər minbərində and içirəm.
Cənazə namazında, meyit namazında qılanda mənim qabağımda əhli sünnə qardaş əli bağlı, mən də onun arxasında namaz qılırdım. Geyimindən də bildim ki, bunlar İranlı deyirlər, qonaqdırlar elə məni kimi. Əli bağlı Ayətullah Xamneyə cənazə namazı qıldılar. Milyonlarla insan. 2. Xalqın öz rəhbərinə böyük hörməti. Yalan deyirdilər, xalq onu sevmir. İndi 200 nəfər onun şəklini yalın yandırırdı, bunu cəmaatda göstərir, sosial şəbəkələrdə yayırdılar. Deməli, xalq bunu sevir. Xalq öz rəhbərini sevir, yalan danışırdınız. Xalq öz rəhbərinə dəyər verir. 3. Xalq öz aliminə, Ayətullahına, müctehidinə, rəhbərinə, milyonlarla insanların təqlid etdiyi mərcə təqlidində İmam Zaman ağanın naibinə dəyər verir. Özdə necə dəyər? Qardaşlar, siz yaşadığınız bu gözəl havası olan şəhərlərdə gedib insan dəfn eləmirsiniz. 41 dərəcədən artıq isti. İnanın, insan nəfəs ala bilmir. Tehran şəhərində təkcə o xiyaban ki, onun cənazəsini apardılar, 25 kilometr iğni atsan yerə düşməz. Bu qədər insan sayı var orada. Bu nədir? Bunları pulla gətirmək olar. Bunları təbliğatla gətirmək olar. Bunları aldadıb ora gətirmək olar. Bunları avtobusa zorla mindirib ora gətirmək olar. Bu xalq onu sevir də. Allah Teala istəsə, Quran-ı Kərimdə buyurduğu kimi insanların məhəbbətini neyər? Qəlbə salar. Bu kişi bunu qazanıb, öz qanıyla, canıyla, ailəsini, körpə balasını şəhid verməklə bunu qazandı. Molla rejimi, Axund rejimi, diktator. Diktatorun dəfinə 30 milyon adam gələr. Bu nə qəşən diktatordur ki, bunu 30 milyon sevən var. Nə oldu? Siz ki, azad, demokrat insanlarsınız, sizi bastıranda 1 milyon adam gəlmir. Düşmənlər də etiraf elədilər. Mən bir neçəsini etiraf edirəm. CNN kanalı, Amerikanın kanalıdır. Elə Ayətullah Xamneyinin özünü həmişə tənqid və bəzən də təhqir edən kanallardandır. Görün nədir? Ayətullah Xamneyinin dəfn mərasimi İranın qələbə paradıdır. Müharibədən deyir çıxmışdı İran. Bu müharibə ki vardı İranda Amerika ilə, İsraillə müharibə apardı və daxildə də ixtişaşlar oldu. Bu ixtişaşlardan İran qələbə ilə çıxdı. Xalq da öz şəhidini, birində də öz Ayətullah rəhbər şəhidi belə dəfn edir. Dünya mediasında New York Times qəzeti görün nə deyir? Bu qədər çoxlu cəmiyyətin orada iştirak etməsi bənzərsizdir. Görsənməyib bu. Vallahi bizim təbliğatımız zəifdir. Biri bağışdan gedib bir dənə çay qırağında bir dənə hərəkət edir, bir dənə mayallaq aşır, onu Ginnesin rekordlar kitabına yazırlar. Biri bir dənə maşın götürür, maşını bəzir, adını falan yazır ki, bu birinci mənəm. Ayətullah Xamneyə o lazım deyil. O işini Allaha görə eləyib. Amma gəlin biz bu günləri cəmaata deyək. Bizim belə bir alimimiz, seyyidimiz, rəhbərimiz var ki, onun cənazə namazını dünyada görsənməyən cənazə namazı olub. Bunu hətta düşmən də etiraf edib. New York Times qəzetində bunu etiraf edib. Qatil zamanımızın Yezidi Trump daxil etiraf elədi. Allah lənət eləsin. Deyir, mən deyir, onun dəfn mərasimində ağlayan İranlıları gördüm, necə ağlayırdılar, təəccüb elədim. Mən fikirləşirdim ki, xalq ona nifrət eləyir. Düşmən etiraf edir bunu. Amma ən yaxşı da xoşuma gələn Rusiyalı bir də media fəalı var. Onun bir açıqlaması idi. Deyirdi ki, xalq birinə dəyər vermək istəyəndə ondan ən axırıncı gündə necə rəftar edir, ona baxmaq lazımdır. Bir insanın sevgisi onu axırıncı səfərə yola salanda bilinər. Bu şəhərdə 1 ay, 2 ay qalıb, indi yola salmaq istəyir. Deyir, sən çıxsın, geçsin, canımız qurtardı. Bu qədər cəmiyyət onu axırıncı mənzilə yola salanda yığışmağı onun xalqın arasında məhəbbətindən xəbər verir və sonra da təhqiramiz formada Avropa liderlərinə replika atıb deyir ki, mən sizi əminliklə əmin edə bilərəm ki, qərb liderlərinin heç birinin dəfn mərasimində bu qədər izdihamlı olmayıb olmayacağı da. Niyə? Çünki onlar insan deyirlər. Peştən adasına gedən insan demək olar. Və dediyim kimi, qardaşlar, bizə də nəsib oldu. Allaha çox şükür edirəm mən. Mən çox sevindim. Dəfn mərasimində də 2 şey sizin diqqətinizə çatdırıram. 1. Hamınız tərəfindən, bütün Azərbaycanda Ayətullah Şəhid Xamneyi sevənlər, onun xatirəsini əziz tutanlar, ona göz yaşı tökənlərin hamısını və siz qardaşlarımı da o savablarda şərik elədim. Savaba minnət qoymuram. Mən o savabı sizə
məsum imam, 8-ci imam, İmam Rıza əleyhissalamın bir hədisi ilə sizə görün, əgər o savabı Allah bizə veribsə, xoş bizim halımıza, mən də o savabı qazanmışamsa, sizə şərik edirəm. İmam Rıza əleyhissalam buyurur, hər kəs bizim övliyalarımızdan birinin dəfn mərasimində iştirak eləyərsə, o elə bir savab qazanır ki, təzə anadan olan uşaq kimi onun bütün günahları əfv olunur. Qonşu filan kəs dünyasını dəyişməyib, gedək onu bastıraq. Vəzifəmizdə də biraz da qalsa abır gedir. Gedək birini bastırır da hamısını bastırır. Elə qeyri-müsəlmanlar da bastırır. Yandırmaqla, neynəməklə hərə bastırır. Amma bizim dinimizdə cənazə namazının haqqında oxuyun, dəhşət sifariş olunub ki, gedin, iştirak eləyin, qüsul verəndə, kəfənə bükəndə, namaz qılanda, cənazədən yapışın, torpaq üstünə tökməyə qədər savablar bizə deyilib. İndi bu adam Ayətullah Xameneyi kimi şəhid, alim, seyyid, peyğəmbər balası ola. Allah ruhunu şad eləsin. İmam Rıza əleyhissalam buyurur ki, hər kəs bizim övliyalarımızdan, bizim seçilmiş övliyalardan birinin cənazə namazında iştirak edərsə, təzə anadan olan uşaq kimi bütün günahlar təmizlənir, heç bir günah onun boynunda qalmır. Biharul Ənvar kitabından. Cənazə namazı da qardaş, nə cənazə namazı? Buradan siz gördünüz, biz canlı gördük. Siz sosial şəbəkədə, videolarda gördünüz, biz canlı gördük orada. And olsun Allaha, ağlaşma. Mən o cəmiyyəti ancaq Ərbəyində görmüşəm. Kərbalada görmüşəm. Başqa heç yerdə görməmişəm. Nə sosial şəbəkədə, nə də özüm canlı iştirak eləməmişəm. İnanın ürəyə gedən kim. İsti, 41 dərəcə istidə bu insanlar ağlayırlar. Ayətullah Xameneyin adı gəlir ağlayır. Cənazə girir ağlayırlar. Cənazə namazı qılınanda hamı ağlayırdı. Ruhu şad olsun. Cənazə namazının 5 təkbiri var, Allahu Əkbər. 5-incisində cənazənin haqqında dua eləyirsən. O 4 dənəsində Allaha həmd, səna, salavat peyğəmbərlərə, möminlərə, axırıncısında ölən insana, kişi və qadına dua eləyirsən. Özü sağlığında baxırdınızsa bir cümləni deyəndə ağlayardı. Şəhid Ayətullah Xameneyi. Allahumma inna la na'lamu minhu illa xayra. Hamımız öləcəyik. Cənazə namazında bu söz deyiləcək bizim haqqımızda. İndi kim necə deyəcək o əsasdır. Allah, mən onda xeyirdən başqa bir şey görməmişəm. Bunu hər adam haqqında deyə bilərik. Mən özüm şəxsən bir ruhani kimi deyirəm, ad da çəkmirəm. Çox adamların cənazə namazında iştirak eləmişəm. Bəzisində özüm onun namazını qılmışam. Amma o sözü həqiqi deyə bilməmişəm. Mən ondan xeyirdən başqa bir şey görməmişəm nədir? Özü bu söz deyəndə ağlayardı. Bu sözü orada deyəndə ham ağladı. Doğrudan da mən dedim ki, mən bu yaşıma qədər, o qədər ki Ayətullah Xameneyi tanımışam, ondan mərdlikdən başqa bir şey görməmişəm. Ondan şücaatdan başqa bir şey görməmişəm. Ondan məzlumlara dayaq olmaqdan başqa bir şey görməmişəm. Onun xalqdan ən sadə səviyyədə yaşayıb, başqalarını düşünüb, özünü düşünməyən kimi bir lider, rəhbər görməmişəm. Biz onun xeyirdən, yaxşılıqdan başqa bir şey görməmişik. Azərbaycan xalqında bundan qabaq demişəm, ona zəhmətlər çəkib. Xalqımızın torpağı işğal olunanda, qız gəlinlərimiz əsir olanda dünya liderləri arasında ilk dillənən rəhbərlərdəndir. Qaçqınlarımıza yardım göndərən, Azərbaycana silah göndərən rəhbərdir. Biz ondan başqa bir şey görməmişik. Bunu deməmək alçaqlıq olar. Qumda Ayətullah Cavadi Amili, böyük şəxsiyyət, filosof, Quran müfəssiri. Qarbaçova İmam Xomeyni məktubunu gətirən, hal-hazırda sağdır. Tanınmış şəxsdir, filosof, arif adamdır. Daha onun cənazə namazıdır ki, gördünüz nə cənazə namazıdır. İlahi, deyirdi, mən şəhadət verirəm ki, o sənin hüzuruva şəhid gəldi. O sənin hüzuruva qətl olunmuş halda gəldi. O İslamın, ümmətin şəhidi kimi gəldi. Baxın, mən bir neçə cümləsini sizə deyirəm, dəhşətlidir. Mən indiyə qədər belə cənazə namazı bir tələbə ruhani kimi indiyə qədər görməmişəm, deyir ki, ilahi, baxın, Allahümmə, 3 dəfə, Allahım, İnnehu nəzələ indikə şəhidən lil-İslam vəl-Qur'an vəl-İtrə. O, İslamın, Qur'anın, Əhl-i Beytin şəhididir. Hər adam haqqında bu söz demə olar. Mən ondan xeyirdən başqa bir şey görməmişəm. Üstün cümlələrdir. Qətilən lil-İslam. İslam yolunda qətlən. Qətilən lil-ümmə. Bu ümmət xalq yolunda. Hamısını sındırırdı bu Trump, Epeşdən adası. Kimidir? Hansı müsəlman rəhbəridir? Trump bağışlayın, barmaqla müsəlmanlığını belə çağırır, təhqir edir. Xanımları haqqında söz danışır. Görmürsünüz? Trump nə edir? Bir kişi çıxdı onların qabağına. O İranın şəhidi deyil. O ümmətin, məzlumların, qeyrətli kişilərin şəhididir o. Ruhu şad olsun. Və dünyada bu dəfn mərasimində ən çox verilən suallardan biri elə bu idi. Mənim özümdən də neçə dəfə soruşurdu. Bu dəfn mərasimində Ayətullah Xameneyin adı çox çəkilirdi. Amma onun tabutu ilə, cənazəsi ilə yanaşı 4 dənə də cənazə o var idi orada.
Xüsusən o balaca cənazəni daha 4-5 nəfər götürüb onun çiyninə gətirmirdi. Bir nəfər onun qucağında gətirirdi cəmaatın qabağına. Bütün dünya sual verdi ki, bəs bu uşaq kimdir? Allah belə haqq ilə Əli Əsxərlə dünyanı illərlə Yezidləri rüsvay eləyib, Allah Taala Şəhid Xameneinin o körpə balası ilə dünyanı rüsvay elədi. Hamı gördü ki, nə oldu? Bizə başqa şey demişlər. Gizlənən rəhbər öldürülür, şəhid edilir. O körpə balasıymış ki bunun. O birisi onun qızıdır, o biri onun gəlinidir, o biri onun damadıdır. O körpə uşağın günahı nə idi? Bir əyyi zənbin qutilət. Quran deyir, o uşaqlar niyə öldürüldü? Hansı günaha görə öldürüldü? Və deyirdiniz o gizlənir, bunkerdədir, ailəsi xaricdədir, milyonlara bankda hesabları var. Bu nəvəsiymiş bunun yanında. Bu nəvəsi ilə öldürüblər, şəhid ediblər. Son. Dəfn mərasimi qurtardı. Kövrəldik, ağladıq. Amma indi bundan sonra vəzifəmiz var. Vəzifəmiz nədir qardaşlar? Elə ancaq oturaq, ağlayaq, sinə vuraq. Necə elə imamları bizdən qabaqçılar. İmamları şəhid ediblər, ağlayıblar, sinə vurublar, eysan yeyib dağılışıblar. Biz də belə eləyək. Vəzifəmiz nədir, onu eləməliyik. Ümumi bir vəzifəmiz var. Ayətullah Xameneinin yolun davam eləmək. Və inşallah həmin o yolun bir davamı da budur ki, onun qatillərini cəzalandırmaq. Bəli. İndi İran özü dövlət olaraq bunda birinci hərəkət eləməlidir. Qulaq asarlar, qulaq asmazlar, özləri bilərlər. Mən bir ruhani kimi buradan demək vəzifəm borcumdur. Necə yəni? Hansı ölkənin rəhbərini öldürədə o ölkə sakit qalar, susar. Dünyada belə bir ölkə tanıyırsınız. Bəzən bir rəhbərin ölümü ilə iki ölkənin müharibəsi başlayıb. Vəzifəmiz sabahda gəlib ancaq sinə vuranda bizə nə deyərlər? Nə sinə vurursunuz burada, nə qışqırırsınız burada? Sizin rəhbərinizi öldürdülər, intiqamını ala bilmədiniz, heç bir şey eləyə bilmədiniz. Bugün bizim üçün rəhbərdən əziz yoxdur. Allah Muxtara rəhmət eləsin. Allah Muxtarın ruhunu şad eləsin. Muxtarın atdığı addım haqqında alimlər deyir ki, onun çox faydaları oldu. Bir faydası bu oldu ki, daha heç kəsin zehnindən, beynindən keçmədi ki, mən imamı öldürüm, söhbət bağlansın. İmamı öldürən Muxtar kimi cəzalandırırlar. Qabağını kəsib cəzasını verərlər. Elə bu dünyada. İmam Zaman gələndə öz işi var. İmam Zaman öz işini görəcək. Qiyamətdə də məhkəmə qurulacaq. Amma mənim, sənin vəzifəm bu günləri necə ola bilər? Hansı ölkədə yaşayırsansa, ölkənin rəhbəri məzlumcasına zülm olunur. Belə qətlə yetirilirsə, əlbəttə ki, bizə qalır nə? Qatilləri cəzalandırmaq. İnşallah bir gündə Allah Teala bizim hamımıza tövfiq versin. Tezliklə o zalimlərin cəzalanmağını bu dünyada görək inşallah. Pərvərdigara günahlarımızı bağışlayıb əff elə. Dualarımızı müstəcab elə. Bizi bağışlamamış bu dünyadan aparma. Pərvərdigara ağamız İmam Zaman ağanın gəlişi ilə dünyada ədaləti bərqərar elə. Aqibətimizi xeyr elə. Pərvərdigara cümədə iştirak edən qardaşların dünya və axirətini xeyr elə. Zindanda həbsdə olan qardaş bacılarımızı tezliklə azad elə. Müşkillərimizi həll elə. Xəstələrimizə şifa inayət elə. Gələn günlərimizi xeyir bərəkətdə elə. Pərvərdigara sən and verirəm Peyğəmbər və onun pak əhli beytinə. Ayətullah Xameneinin məqamını ucadı, daha da uca elə. Yerində olan rəhbər Seyyid Müştəba Xamenei ağanı hifz elə. Pərvərdigara dilimə gələn, gəlməyən, iltiması dua deyən, məndən dua istəyən, burada amin deyən qardaşların dualarını qəbul elə. Aqibətimizi xeyr elə.